Salam, gəlin birlikdə qurbağa rüşeyminin metamorfozuna nəzər salaq. Erkək qurbağalar çoxalmaq üçün sulara toplaşır. Erkən yazda göl, nohur və çaylardan qurbağa səsləri eşidilir. Bununla onlar yaxın su hövzələrində olan dişi qurbağaları cəlb edirlər. Əlverişli şəraitdə və suyun münasib temperaturunda qurbağalar cütləşir. Bu vaxt dişi qurbağaların yumurtalığı yetişmiş iri yumurta hüceyrələrlə dolu olur. Cütləşmə vaxtı erkək qurbağa dişinin belinə çıxaraq ön ətrafları ilə onun gövdəsini möhkəm sıxır. Bununla erkək dişinin qarın boşluğundan kürülərin tökülməsinə kömək edir. Kürü tökülən kimi erkək öz spermatozoidlərini kürülərin üzərinə tökür və onları mayalandırır. Mayalanmış yumurta hüceyrələr tam, lakin qeyri-bərabər bölünür. Üzəri həlməşik şəkilli pərdə ilə örtülü olan hər bir kürüdə çox kiçik rüşeym inkişaf edir və 8-10 gündən sonra çömçəbuyruq şəklində kürüdən çıxır. Çömçəbuyruğun cüt ətrafları olmur və hərəkət orqanı vəzifəsini quyruq yerinə yetirir. Onda ağciyərlər də olmur və tənəffüs orqanı vəzifəsini əvvəlcə şaxələnmiş xarici qəlsəmələr, sonra isə daxili qəlsəmələr görür. Onların yan xətt orqanları var. Balıqlarda olduğu kimi çömçəquyruqda da ürək iki kameralıdır. Bir qan dövranları var və onlar yetkin qurbağada olduğu kimi sidik yox, balıqlar kimi ammoniak ifraz edir. Çömçəquyruq böyüyüb inkişaf edərək müəyyən həddə çatdıqdan sonra metamorfoz etməyə başlayır. Bu proses qalxanvari vəzinin ifraz etdiyi tiroksin hormonunun təsiri nəticəsində baş verir. Belə ki, bu hormonun təsirindən çömçəquyruğun quyruğu itir, ətrafları inkişaf edir, qəlsəmələr ağciyərlərlə əvəz olunur, dəridə selik vəzləri əmələ gəlir, ağzın quruluşu dəyişir, ammoniak ifrazı sidik ifrazı ilə əvəz olunur və eyni zamanda orqanizmdə daha bir sıra nəzərə çarpan quruluş və vəzifə dəyişiklikləri baş verir. Bu dəyişikliklər biogenetik qanunu özündə əks etdirir.